Axşamınız xeyir, hörmətli tamaşaçılar. Xoş gördük. Sizinlə ilin günün may vədəsində görüşürük. Amma gördüyünüz kimi, müşahidə və seyr etdiyiniz kimi sakitcə, haysız, küysüz. Yəni bir neçə il əvvəl bu gün şübhəsiz ki, ötən günü mütləq xatırlayar, verilişimizin başlıq titrini, keçidləri atəşfəşanlıqlara qərq edib 9 may qələbə günü münasibəti ilə sizi ürəkdən təbrik edərdik. SSR-nin Alman faşizmi üzərindəki tarixi qələbəsindən ağız dolusu danışandan sonra keçməliydik Azərbaycan Respublikasının həmin qələbədəki fədakarlıq və qurbanlar payına. Ola bilsin ki, sözümüzə qüvvət üçün elmi mərxəzlərə, ən azı Azərbaycan Sovet Ensiklopediyasına müraciət edərdik. Bu zaman bizə məlum olacaqdır ki, Böyük Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı SSR-nin başqa xalqları ilə çiyin-çiyinə Alman faşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsi 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə iş formaları və metodlarını müharibə tələblərinə uyğun yenidən qurma haqqında məktub göndərdi. Müharibənin ilk günlərində Sovet Azərbaycanının 40 mindən çox oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlığa ərizə verdi. Qısa müddətdə 186.704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünü müdafiə dəstəsi təşkil edildi. Qələbədəki can dildən xidmətlərimiz, fədakarlıqla qulluq göstərmələrimiz beləcə sadalanandan sonra daha nələr oxuyuruq? Azərbaycan xalqı vətənin şanlı müdafiəçiləri üçün heç nə əsirgəmirdi. Təkcə 1941-43-cü illərdə Azərbaycan SSR-nin zəhmətkeşləri müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz verdi. Azərbaycan əməkçiləri ümumiyyətlə müharibə illərində cəbhəyə 1 milyon 600 min ədəd müxtəlif əşya və 125 vaqon isti paltar yollamışdı. Biz bu ədəbi qiraəti, daha doğrusu siyasi qiraəti davam etdirə bilərdik. Amma bunluq da mətləb aydındır. Bu da aydındır ki, indicə oxuduqlarım tamamilə həqiqət idi. Yəni Azərbaycan xalqı SSR adlı mücərrəd bir vətən üçün canından, qanından, malından, pulundan keçməyə hazır idi və keçirdi də. Bəsimdi və söz doğma vətənimizin, babalarımızın uyuduğu torpağımızın dar günündə SSR üçün keçdiklərimizdən keçirikmi? Qəribədir. Qəribədir, ən azı yabancı, qurama bir vətən üçün, Türk və müsəlman xalqlarının düşməni Stalin üçün canından keçən sələflərin əziz xələfləri deyilmi? Məsələnin milli yaxud manqurtluq tərəfi bir yana. Və son illərdəki döyüşkənliyimiz, fədakarlığımız harada qaldı görəsən? Amma bu da bir həqiqətdir ki, özünü vətənə qurban edən, qurbanlığa hazır olanlarımız da yüzlərlə, minlərlədir. Və bu yüzlər, minlər, milyonlara çevrilməlidir ki, illərlə qonşu deyib yuxarı başa keçirdiyimiz alçaq düşmənlərimiz üzərində qələbə tezləşsin, vətənimiz yağı düşməndən azad edilsin.